Yeni vlogdan hər birinizi salamlayıram. Sizi istədim ki, bu vlogda Alina ilə salamlayım. Belə gəzintiyə çıxmışdıq. Dedim ki, elə vlogumu da belə başlayıb. Elə çıxmışkən bir neçə alış-veriş elədim. Bunları da sizin üçün çəkdim. Qaynanam üçün 8 marta bir krem aldım. Bu indi göstərdiyim sizə gözaltı kremidir. Bu da Eveline-ın eyni seriyadan olan üz nəmləndirici kremidir. Və özümə də belə bir dodaq karandaşı aldım. Bundan sonra da çıxmışkən Madoya getdik. Videolarda mən çox görürəm güllaçı, türk videolarında daha çox. Ona görə də maraqlı gəldi və bir güllaç və adi sadə cheesecake aldıq. Üst geyim axtarırdım və bir neçə mağazaya baxdım. Lady Charm'dan endirimlə bir üst geyim almışam. Çünki Alina'nı günortalar kenguru vasitəsilə həyətə çıxarıram, ya parka aparıram və palto ilə, kurtka ilə isti olur. Bu günlərdə havalar istidir. Bilmirəm daha da yəni pisləşəcək, pisləşməyəcək, yenidən qar yağacaq yoxsa yox, amma bu günlərdə mənə belə geyinməyə bir nazik bir şey lazımdır. Həm də ki, bundan sonra havalar biraz istiləşəndən sonra üst geyimim yox idi. Əslində var, amma kökəldiyimə görə əynimə olmur. Hətta bir şey də istəyirəm ki, şkafımı yığışdırdığım zaman, təmizlədiyim zaman bir video çəkim və oradakı paltarlarımı da göstərim. Nəyə görə? Çünki mən ancaq məktəb mühitində işlədiyimə və ciddi bir yer olduğuna görə, məsələn, cins şalvarlar filan çox olmayıb məndə. Çünki hər zaman aldığım zaman məktəbə uyğun şeylər almağa diqqət eləmişəm. Mən əvvəlcə bunu göstərim, sonra fikrimi sizə izah edəcəm. Baxın, belə bir şey aldım. Qollarım bu formadadır. Belə əynimə geyindiyim zaman da sizə göstərərəm. Qabağı da var. Həm sport gedir, həm belə adi formada geyinmək olar gündəliyə. Qiymətini də göstərim. Hələ ki endirim var. 80 manatdan düşüb 40 manata. Keyfiyyəti də əladır. Yəni maraqlansaz, Nərimanovda da elə metroya yaxındır. Şkafımı təmizlədiyim zaman istəyirəm ki, geyimlərimi də sizlə bölüşüm, həm də biraz tərzimi dəyişmək istəyirəm. Çünki hələ ki işləmirəm, evdəyəm və biraz tərzimdə dəyişiklik eləmək istəyirəm. Buna görə də sizin də fikirlərinizi gözləyirəm. Bundan sonra da yollandıq biz Neftçilərə, çünki mətbəx üçün şkaf yığdırmalıyıq və buna görə də yoldaşımla getdik. Amma şkafın hazır formasını sizə növbəti vlogda göstərəcəm, çünki bu vlog daha çox 8 marta aiddir. Neftçilərə gedib gəldik və bundan sonra baldızımgil bizə gəlmişlər 8 martda. Biz də hər il nəsə bir hədiyyə alırdıq. Bu il Alina da evdə olduğuna görə mən çıxıb nəsə ala bilmədim, çox nəsə axtara bilmədim. Buna görə də fikirləşdik ki, ən yaxşısı sushi yeməyə gedək. Həm də uşaqlar da çoxdan da istəyirdilər və elə onlar gedirdi, biz də qoşulduq onlara, getdik. Nərimanovda Sushi Azərbaycan var. Biz oraya getdik və həqiqətən də sushiləri çox dadlıydı. Burada da çox əyləndik, maraqlı vaxt keçirdik. Belə bir sushi seti və uşaqlar da özləri üçün başqa sifarişlər də etdilər. Mən sushilərdən yedim və həqiqətən də çox dadlıydı. Sadəcə üzəri qara rəngdə olan, bir az digərlərindən daha az dadlıydı. Bundan sonra da mola gəldik və molda da belə bir musiqi eşitdik. Yaxınlaşıb biraz izlədik və sizin üçün də çəkdim. Növbəti gün mamamgilə getdik və bacım da gəlmişdi. Bacımın qızının adı, bilmirəm yadınızdadırsa, Gözəldir. Gözəl orada oynayırdı. Biz də gəldik, ona baxdıq. Alina da həmişəki kimi yenə yatır.
Ortada göz. Burada arada belə gözünü açıb bizə baxırdı, sonra yenidən yatırdı. Bura Zabitlər parkıdır, bilmirəm olmusunuzsa. Gözəl parkdır. Burada uşaqlar üçün əylənməyə yer də var, ayrıca bir yer var. Uşaqlar üçün həqiqətən çox şey var. Həm sürüşənlər, həm yelləncəklər, həm də pullu digər maraqlı yerlər də var. Burada da biraz gəzdikdən sonra gedirik evə. Qızlar, indi sizə otağın vəziyyətini göstərmək istəyirəm. Neçə gündür demək olar ki, vaxtım yoxdur ki, otağı təmizləyim, yığışdırım. Və gördüyünüz kimi belə dağınıq olub. Sadəcə bunun üstünü təmizlədim. Dedim, heç olmasa bura səliqəli görünsün. Bu hissə paltarlarla doludur. 8 martda, çünki evdə demək olar ki, olmamışıq. Dünən də mamamgilə getmişdi və hər şey hər yerdədir. Əslində dünən video çəkdim ki, bunları göstərəcəm, amma Alina biraz huysuzlandı. Ona görə də çəkə bilmədim. Dedim, bugün davam elətdirim videonu. Və burada bu formada indi buranı yığışdıracağım. Yəni bu paltarları da yığışdıracağım. Əslində çox halım yoxdur. Amma məcburam ki, heç olmasa bunları təmizləyim ki, normal səliqəli bir görüntü yaransın. Qızlar, bu qutunu belə qoymuşam bura. Həqiqətən də bunun içinə yığıram bütün belə lazımlı məhsulları və çox səliqəli görünür. Yəni həmişə məsələn boş sadəcə bu hissədə yığırdım. Siz də bilirsiniz, məni çoxdan izləyənlər. Amma bu qədər səliqəli olmurdu. İndi isə sadəcə belə bu qutunun içinə hər şeyi yığıram və çox səliqəli bir görüntü ortaya çıxır. Saçımızı bəzən yumağa vaxtımız olmur. Bir də mənim saçım tez yağlandığı üçün mən belə quru şampunlardan istifadə edirəm bəzən. Elə vaxtlarda ki, məsələn saçımı yumağa evdən çıxmalıyam, amma saçımı yuya bilmirəm. Bu zaman bunlardan istifadə edirəm. Və quru şampunlardan məncə ən yaxşısı Batiste'dir. Classic Fresh seriyası daha yaxşıdır. Bunun iyili forması da var, amma onlardan istifadə etməmişəm. Həmişə bunu alıram. Və bunu da daha çox endirimli olarkən alıram. Çünki 15 manata, 18 manata kimi bəzi yerlərdə qiyməti var. Mən endirimdə 9 manata, 10 manata belə bu qiymətlərə alıram. Çünki bir quru şampuna bu qədər pul vermək məncə mənasızdır. Ona görə də daha çox endirimdə olarkən bundan alıram. Yəni bu bir neçə ay sizə bəsdir. Əsasən də mən işə gedərkən istifadə edirdim bunu. Çünki saçım 2 gündən sonra yağlanırdı və yağlanmaq dediyim, yəni yapışırdı, həcmi itirdi və bu təzə yuyulmuş kimi edir saçınıza. Amma çalışın ki, çox istifadə etməyin. Yəni lazım olduqca istifadə edin. Amma məncə hər evdə, hər xanım üçün bu heç olmasa bir dənəsi bunun olmalıdır ki, bəzi vaxtlarda istifadə etmək üçün. Burada belə çəklər atmışdım keçən dəfə. Bunları da çıxarım. Ən çox istifadə etdiyim çantam. Alina üçün də belə bir kitab almışam.
Əslində bu Alinaya uyğun deyil. Sadəcə fikirləşdim ki, bir müddətdən sonra bunu içindəki nağılı Alina üçün oxuyacağım və gələcəkdə Alina bu hecalı oxu olduğu üçün gələcəkdə bunu oxuya da bilər. Çünki hecalarına bölünüb hazır və bu formada məncə onun üçün daha rahat olacaq. Həm də indi bunun nağılını mən hər gecə oxuya bilərəm. Sadəcə hələ ki öz düzənimi də düzəltməyə çalışıram. Yəni belə bir kitab sizə də. Bunu da biz 2 manat 40 qəpik idi. 2 manat 16 qəpiyə düşdü deyəsən endirimlə belə. Metroparkdan almışdıq, oradakı Əli və Nino'dan. Və bir də belə bir slime almışdım. Elə həmin mağazadan almışdım. Bunu da əslində özüm üçün aldım, amma fikirləşirəm ki, bunun içindəkini artıq atdıqdan sonra qabından Alina'nın xırda əşyaları olduğu zaman bunun içinə yığaraq istifadə etmək olar. Çünki üst hissəsi şüşə kimidir. Belə bərk materialdır və həqiqətən də çox gözəl görünür. Bir fikrim var ki, bunun içindəki artıq lazım olmadıqda da bunu özündən, yəni qutusundan istifadə edim. Qızlar, indi gəlin sizə 8 Mart hədiyyələrimizi göstərim. Bir bunu baldızım alıb mənim üçün hədiyyə Olivia'dan. Bir fırça setidir. Həqiqətən də çox bəyəndim. Çox sağ olsun. Əslində mən çox makyaj edən biri deyiləm. Sadəcə gündəlik makyajlar edirəm. Demək olar ki, hər gün edirəm, amma həmişə də eyni əşyalardan istifadə edirəm. Mən bəzi blogerlərə baxıram, YouTube'da vlogları izləyirəm və orada görürəm ki, cəmaət özünə nə qədər kosmetika sifariş verir, nə qədər kosmetik vasitəsi var, amma mən nədənsə bu şeyə marağım yoxdur. Həqiqətən də çox istəyərdim ki, mənim də bunlara marağım olsun, amma mən aldığım şeyləri çalışıram ki, orta keyfiyyətdə alım. Hətta çox belə böyük pullar verərək hər hansı bir makyaj vasitəsi almağa çalışmıram. Həqiqətən də heç həvəsim yoxdur. Sadəcə gündəlik mənə istifadəyə lazım olan şeyləri alıram. Onları da ucuz heç vaxt almıram. Çünki dərimi də istəmirəm ki, korluyum, amma orta dərəcədə. Məsələn, yəni orta dərəcə dediyim Kiko'dan filan belə şeylər çox almıram. Amma L'Oreal'dır. Məsələn, Pupan pudrasından istifadə edirəm. Yəni qalan şeyləri belə alıram. Flormar'ın məsələn karandaşları var. Onlardan istifadə edirəm, amma çox belə bahalı kosmetik vasitələr almaq istəmirəm, çünki istifadə etmirəm. İkinci hədiyyəmiz isə belə Alina'nın hədiyyəsidir. Bunu da bibisi Alina üçün aldı. Yəni baldızım. Belə əsl saçları var, çox funksiyası var. Məsələn, yuxarı atıb tutursan, başlayır gülməyə, vurduğun zaman ağlayır. Çox maraqlı bir şeydir. Əsl, yəni uşağa oxşuyur. Sual verdiyin zaman cavab verir. Ən çox xoşuma gələn şeyi saçları oldu, çünki əsl saçdır. Bunu da saxlamışam ki, qızım biraz böyüdükdən sonra bununla oynasın. Çünki hələ ki baxmaqdan başqa heç nə edə bilmir. Sadəcə maraqla baxır. Qızlar, bundan sonra da gəlirəm nənəsinin Alina üçün aldıqlarına baxırıq. Nənəsi və xalasının aldıqlarıdır bunlar. Gəlin açım sizə göstərim. Baxın, belə bir dəstdir. Həqiqətən də çox qəşəngdir. Çox gözəldir. Belə bir koftası da var. Yayda geyinmək üçün. Amma hələ ki Alina'ya olmaz. Yəni gələn il geyinə bilər bunu bəlkə də. Bilmirəm. Yəqin ki yaş yarımda geyinə bilər. Amma həqiqətən də həm keyfiyyəti, həm də forması çox gözəldir. Bundan başqa da belə bir donu var.
Baxın, bu da bu formadadır. Çox qəşəngdir. Materialı çox gözəldir. Belə bu formada, arxası da belədir, düyməlidir. Geyindirmək də çox asan olar bunu. Və bu gül detayları həqiqətən də çox qəşəngdir. Bir də belə bir şey almışdıq SY2-dən, Metro Park'tan. Bunu da göstərim. Yoldaşım üçün belə bir köynəkdir, 3 düymə. Qiyməti 20 manata. Yəni indirim deyildi, normal qiymətini belə qoymuşlar. Bundan 2 dənə aldıq. Bir M razmerini qaynatam üçün. Bunu da yoldaşım üçün. Materialı çox yaxşıdır. Mənim telefonum niyə belə çəkir, mən başa düşə bilmirəm, amma çox gözəl bir materialı var. Belə də göstərim sizə. Baxın. Belə bir şeydir. Kızlar, sizə bir şey haqqında danışmaq istəyirəm. Yeni bir kanal yaratmışam. Düzdür, hələ ki təkcə bir video yayımlaya bilmişəm. Orada deməli Ramazanda başladım və ağlıma gəldi ki, Ramazanda nə yeməklər bişirirəm, menyu formasında orada paylaşım. Düzdür, hələ ki bir video paylaşa bilmişəm. Əslində videolar çəkmişəm, amma montaj edib orada paylaşa bilməmişəm hələ də. Və bugünün menyusunu da sizinlə burada bölüşüm. Belə bir həmişə toyuq içi biz görmüşük. Mən düzü yeməmişdim bunu əvvəllər. Bu hinduşka içidir. Onu bişirdim. Sadəcə biraz uzun müddət qaynatdım. Adi duzlu suda. Ondan sonra belə nazik doğramışam gördüyünüz kimi. Sonra soğan yağ elədim qıraqda, soğanı qovurdum biraz. Sonra da pötənəyi əlavə etdim. Üstünə də elə belə göyərti və bu yeməyim hazırdır. Burada da kartof qaynatdım. Hal-hazırda indi qaynadı elə. Göyərtim var. Göyərti ilə kartofu birləşdirəcəm və belə bir lavaşlar. Lavaş deyil əslində, xəmir gedir bunlar. Çünki bişməmiş lavaş kimi düşünə bilərsiniz bunu. Deməli, vaxtı da 3 martdan 10 marta kimidir. 7 gün ərzində istifadə etmək lazımdır. Bugün sizcə neçəsidir? Ayın 10'udur. Dedim, onsuz vaxtı keçəcək. Bu xəmirin vaxtı keçdiyi zaman içinə nəsə qoyub bükmək olmur, cırılır. Hətta bunun haqqında bir şey də demək istəyirəm. Keçən dəfə bir bloger xanımda gördüm. O bunu yumru formasına almışdı və videoda çox bəyənmədiyini deyirdi. Sizə də ağlıma gəldi ki, elə sizin üçün də bunu paylaşım ki, həmişə mən bunu, yəni bundan bişirirəm və evdəkilər də həqiqətən də çox sevirlər. Mənim özümün də xoşuma gəlir və 25 dənədir. 2 manat 50 qəpik almışam. İndi içliyini, formasını bişdikdən sonra da hazır formasını sizə göstərəcəm. Nəyi demək istəyirdim? Belə xəmirlər aldığınız zaman çalışın ki, son tarixinə diqqət edin. Nə vaxt çıxıbsa, həmin gün çıxan xəmirləri almağa diqqət edin. Məsələn, bugün ayın 10'udursa, 10'u çıxanı alın. Çünki 7 gün boyunca o elə ilk günkü kimi qalacaq. Baxın, gördüyünüz kimi. Hətta bugün son gündür, amma yumşaqdır hələ də. İndi bunun içliyini hazırlayacağım. Elə o xanımda onu gördüyüm zaman fikirləşdim ki, bəlkə də xanım tarixi keçən və keçmək üzrə olan xəmir alıb. Yəni bunu fikirləşdim ki, sizinlə də bölüşüm, xəbəriniz olsun. Əgər istifadə etməmisinizsə. Mən keçən dəfə bunu əvvəlki vloqlarımda da var. Həmişə pendir göyərti ilə etmişəm. Göyərtini çox edirdim. İçinə də pendir qatırdım və bunun içinə büküb yağda qızardırdım. Evdəki hər kəs çox sevir. Və bu dəfə də kartofla etmişdim. Çox sevildi. Elə bil ki, o pirajkiyə ki, o qədər vaxt sərf edirik. Yəni ki, bunlara ehtiyac yoxdur. Mənə maraqlıdır ki, siz püreni necə hazırlayırsınız? Mən içinə belə duzu onsuz da qaynayanda əlavə etmişdim. Hal-hazırda ehtiyac olsa əlavə edəcəm. Belə istiot və sarıkök əlavə etdim. Bir şey demək istəyirəm.
Eğer dadlı püre hazırlamaq istəyirsə, bu kartofu kek qaynatdığımız sudan biraz saxlayırıq içində. O zaman daha yumuşaq və daha dadlı olur. Yəni fikrinizdə, nəzərinizdə qalsın, fikrinizdə olsun. Hətta bunun içinə süd qatanlar var ki, yumuşaq olsun püre. Amma məncə öz suyundan da saxlayaraq, dibində biraz saxlayırsınız süzərkən. Mən saxlamışam, bilmirəm görünmür. Hə, görünür. Baxın, belə saxlayıram. İndi görəcəksiniz ki, yumuşaq olacaq. Və bunun yardımı ilə əzəcəm. Baxın, bu formada oldu. Göyərtisini də qarışdırdım. Baxın, belə bir görüntüsü oldu. Əslində birazca da su əlavə etmək olar, amma mən bundan püre hazırlasanız birazca da sulu edə bilərsiniz. Amma mən bunu xəmirin içinə qoyacağım üçün çox sulu eləmirəm. Baxın, bu formada mənim üçün kifayətdir. Baxın, bu formada olur. Bu hissəyə qoyuram. Belə qoyub bükürəm. Yəni xəmirə də baxın, xəmir də çox yumuşaqdır. Yəni heç cırılmır heç yeri. Buna baxın. Kızlar, sizə belə market alış-veriş eləmişdik. Bunları da çəkmək istədim. Burada Alina'nın artıq 3 ayı tamam oldu. Və buna görə də biz əslində fikirləşmişdik ki, tort alaq. Amma tort aldığımız zaman da mən şirniyyatı bu aralar çox yemirəm və qaynanam da çox yemir. Buna görə də ümumiyyətlə evdə ikimiz idi ən çox şirniyyat yeyən. Amma biz də yemədiyimizə görə istədik ki, elə tort almayaq, balaca nəsə şirniyyat alaq. Buna görə də azdadan 3 balaca bir tək nəfərlik şirniyyatlardan aldıq. Və burada da market alış-veriş etmişdik. Burada gördüyünüz şirniyyatlar yoldaşımındır. Yoldaşım bunları bir həftə ərzində işə aparır. Bir də Almarketdən aldığımız bəzi şeyləri sizə göstərmək istəyirəm. Bu Colgate-i aldıq. Bunlar türk versiyasıdır. Bilmirəm necə çıxacaq. Hələ istifadə etməmişik, amma qiyməti digərlərindən çox ucuz idi və 3 dənə də sabun aldıq. Bu sabunlar da 55 qəpiyə idi. Həqiqətən də amma sabunlar yaxşı çıxdı. Və belə şirniyyatlar aldıq. Bilmirəm sizin yadınıza gəlirsə bu şirniyyatlar. Uşaq vaxtı bunlardan nə qədər yeyirdik. Bilmirəm sizdə də elə olubsa. Mayonez, yaşıl noxud və qarğıdalı da endirimdə idi. Digər marketlərdən qiymətləri çox aşağı idi.